Salam, bugün kanalımda sazan balığı buğulaması hazırlayacağım. Eğer maraqlıdırsa sona kadar izlemeyi unutmayın. Bu yemek benim en sevdiğim yemeklerdendir. Ümid edirəm benim reseptimle hazırlasanız siz de beğeneceksiniz. Əvvəlcə orta boy ölçü soğanı yarım halqalar formasında çox nazik olmamakla doğrayıram. Doğradığım soğanları bişirəcəyim qazana əlavə edirəm. Üzərlərindən duz, sarı kök və yumru dənəvər istiyotu da səpib, digər tərəvəzləri də doğramağa davam edirəm. Videodan da gördüyünüz kimi sarımsağı, pomidoru, bibarı növbəli şəkildə doğrayaraq üst-üstə qazana düzürəm. Tərəvəzləri doğradıktan sonra hərəsindən 3-4 sap olmaqla cəfərini, keşnişi və şüyüdü çox da xırda olmamakla doğrayıb kənara alıram. Önceden təmizləyib, yuyub qurutduğum balıqları səliqəli formada qazana pomidorların üzərinə düzürəm. Duzunu və qurudulmuş alça qurusunu da səpməyi unutmuram. Sonda balıqların üzərindən biberləri də düzüb, göyərtiləri də səpdikdən sonra üzərlərinə kərə yağını da əlavə edib, qazanın qapağını da bağlayıb bişirmək üçün ocağın üzərinə alıram. Vam odda 10 dəqiqənin tamamında heç bir əlavə suya ehtiyac olmadan gördüyünüz kimi tərəvəzlər artıq öz suyunu buraxır. Yarım saatin tamamında yeməyin suyu çəkilib, öz yağına düşüb və süfrəyə servis etmək üçün tam hazırdır. Bu yemeği hazırlamağınızı şiddətlə tövsiyə edirəm. O qədər dadlıdır ki, əmin olun ki, çox bəyənəcəksiniz. Balıq buğulamasının suyunu çox qurudub, öz yağına düşməyini məsləhət görmürəm. Çünki bu yeməyin dadı tamı elə bunun öz suyundadır. Necə deyərlər, əsl çörəyi batırıb yeməklik. Onu da qeyd edim ki, bu yeməyə əlavədən bir qaşıq belə olsun su əlavə etmədim.
Və budur artıq. Yəqin ki, necə ləzzətli olduğunu videodan da artıq siz hiss edirsiniz. Balıq necə pambıq kimi yumuşaq bişdiyini göstərirəm. Bu yeməyi axı necə sevməmək olar? Mənim reseptimlə balıq buğlaması hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Bu günlük bu qədər. Yeni videolarımda görüşənədək hələlik.